İnanırsınız, adamın ürəyi açılır da. Və möhtəşəm dəniz mənzərəli villadır. Əziz Birlik Əmlak kanal izləyiciləri, sizə Novxanıda, Milyonerlər məhəlləsində, Aqil Əliyev küçəsində belə bir mülk təqdim etmək istəyirəm. 450 kvadrata yaxın tikili, həyətində yay mətbəxi və belə gözəl dənizin mənzərəsi. Çox gözəl bir mənzərəyə baxır. Mən sizə əvvəldən başlayım, küçəni də izah eləyim. 6 metr hasar hündürlüyü, elektron darvazası. Gördüyünüz bax bu küçə Aqil Əliyev küçəsi adlanır. Milyonerlər məhəlləsi deyirlər. Bu bizim satdığımız mülkdür. Görürsünüz, çölündə belə dekorativ ağaclar davam edir ta ki hasarın arxasına qədər. Mərkəzi deməli təhlükəsizlik sistemi, kameraları. Ümumi torpaq sahəsi 14.5 sotun içərisindədir. Yəni kifayət qədər böyük bir həyəti var. Bura yay mətbəxidir. İçərisində odun kabini, oturmaq üçün zalı və evin ümumi görüntüsünü buradan daha yaxşı görə bilirsiniz. Zəhmət olmasa bax buradan götürək. Həyətində dekorativ ağaclar var hər cürə. Ümumi 3 mərtəbədir. 450 kvadrata yaxındır. Bu hasara qədərdir. Bu hasardan digəri isə başqa bir mülkdür. Buradan bir dənə zəhmət olmasa bax buranı göstərin. Ərazinin hündürlüyünü sizə göstərmək istəyirəm. Daha yaxından göstərək. Ömürlük mənzərədir. Ondan başqa əziz dostlar, mərkəzləşdirilmiş kanalizasiya sisteminə bağlıdır. Yəni şambo deyil. İçərisində 64 kvadrat transformator var. Əlavə evin arxa tərəfində boilerlər, böyük ölçülü su qızdırıcıları var. Onlar evi istiliklə təmin edir. Əlavə bu hissədə də oturmaq üçün yerlər, mətbəx və belə bir istirahət güşəsi də var. Əslində biz evi 3 mərtəbə, yəni 2 mərtəbə bir mansard kimi qeyd elədik, amma burada da kifayət qədər hündür, aşağısında yeri var. Burada da otaqları depo kimi istifadə edirlər hal-hazırda. İndi isə keçək evin içərisinə. Evin girişi isə bu hissədəndir. Bəli, əziz dostlar, bura evin giriş hissəsidir. Evin əsas girişi, burada isə belə bir oyun zalı yeri var. Bunu göstərim əvvəlcədən. İçəridə idman alətləri, PlayStation və s. belə istirahət güşəsi var. Bu hissədə isə keçirik evin əsas girişidir. Əvvəlcədən onu deyim ki, içəridə gördüyünüz məişət əşyaları və mebellər hamısı Avropanın, Türkiyədən gələn bahalı belə deyək ki, məişət əşyalarıdır. Bura evin əsas girişidir. Girişdə bizi burada sağda belə bir yataq otağı və sanitar qoşağı qarşılayır. Burada isə bax belə bir sanitar qoşağı. Daha sonra bu hissədə növbəti bir otaq. Bu otağın da sanitar qoşağı var. Evdə ümumi 7 otaq var və 5 dənə sanitar qoşağı var. Gördüyünüz keramogranit hissələrin hamısı istipoldur və otaqlar kondisionerlə təmin olunub. Bu isə növbəti bir otaq. Təkcə bu otağın sanitar qoşağı yoxdur. Qalan bütün otaqların sanitar qoşağı var. İndi isə qalxırıq 2-ci mərtəbəyə. Evin əsas qonaq otağındayıq. İstər tavan hündürlüyü olsun, istər içərisindəki əşyaları olsun, istər dənizin qonaq otağından möhtəşəm mənzərəsi olsun, həqiqətən çox gözəldir. Tavandan aşağı pəncərələr, birbaşa dənizin gözəl mənzərəsi, böyük ölçülü Panasonic televizoru və bütün gördüyünüz bu mebellərin hamısının qalmaq şərti ilə 990 min manata təklif edirəm bunu. Orada başda bir dənə də otaq var, onu da qeyd edim. Qonaq otağında, bax burada belə bir yataq otağı var. Bunun da gözəl dəniz mənzərəsi var. Baxın, görürsünüz. Və burada sanitar qovşağı. Bu hissədə isə belə paltar yığmaq üçün olan
dolabı, geniş dolabı var və mətbəx hissəsi var. Burada bahalı brend firmanın buzdolabıdır. Bunların aşağılarında da meyvəsi üçün yerləri var və şkafı. Paltar yuyan maşını, mətbəx mebeli, bura mətbəx hissəsində geniş mətbəxi var. Növbəti bir ümumi sanitar qoşağı. İndi isə qalxaq 3-cü mərtəbəyə. Əziz dostlar, bu isə mansard hissəsi gördüyünüz kimi. Burada da sanitar qoşağı var, hamam. Və bu hissədə 2 dənə otaq var. Biri buradadır, biri buradadır. Bunu yük üçün istifadə ediblər. İçərisini də göstərə bilərəm sizə. Bax, bunu mətbəx kimi eləyiblər. Möhtəşəm dənizin mənzərəsi. Bu otağı isə belə yük üçün eləyiblər. Və ümumi 14.5 sotun içərisində 450 kvadrat olan bu möhtəşəm villanı mən sizə cəmi 990 min manata təklif edirəm və bu paket kupçadır. Həm torpağın, həm evin ayrılıqda sənədləri, çıxarış və kupçası var, hazırdır. İpotekaya da yararlıdır. Barter yoxdur, yəni barter təklifimiz yoxdur. Nəqd satışdır. 990 min manata təklif olunur. Fikirlərinizi rəylərdə yazmağı unutmayın. Maraqlı olarsa profildə telefon nömrələrimiz qeyd olunub, zəng eləyin, daha ətraflı məlumat verək.